hər şey yerindədir mi bugün meyxanada? Meyxanada 80%, 90% hər şey yerindədir bugün. Baxmayın, mən keçən dəfə dedim, çıxıb deyirlər, meyxanada vəziyyət aləm qarışıb. Yox, heç də qarışmıyor, amma monopoliya var da, ayrılma, qruplaşma var mı? Əlbəttə, əlbəttə var. Hələ bu belə olmamalıdır. Niyə belə olmalıdır? Bu hələ əvvəlindən belə gəlib, belə də olacaq. Həyat belədir də, hələ həyat belə olmalıdır da. Dünənləri Rüfət Nasoslu bizim verişdi, amma bəziləridir. Dedi, bəzi meyxana deyənlər efirlərdə, bəziləri, ya o sizə aid deyirdi, ümumiyyətçi, ağzını danışığını bilmirlər, meyxana sənətini ucuzlaşdırırlar. Gündəm xətrinə nə gəldi danışırlar da, yəni nə gəldi, tək ki məndən yazsına var axı elə müğənnilərdir, nə gəldi danışırlar, ağızlarına horro tökülür. Tək Ruslan, necə baxırsınız? Bax. Bəli, bəzi insanlar var ki, iki cür insan var da. Bir var insan düşünür, danışır, bir var danışır, sonra düşünür. O Rüfətin dediyi insanlar danışırlar, sonra düşünürlər. Ona görə də sözləri düz gəlmir, ona görə onlar deyirlər ki, ağzına gəldi, danışır. Və mən deyərdim ki, efir elə bir məkandır ki, televiziya çıxdınsa, artıq hər kəsin evində qonaqsan. Əgər orada, bəli, məsuliyyət olmalıdır insanda. Çünki sən əgər bir şeyi danışığını bilmirsənsə, birinci deməli sən öz evində danışığını bilmirsən. Çünki televiziyadan hər kəsin evində qonaqsan, hər kəsin evində əyləşmirsən. Çünki insanlar baxır, qadınlar, qızlar, gəlinlər, kişilər. Bəli. Ona görə də insan gəlir, düşünsün, danışsın. O deyir, sözü birinci ağzında bişir, sonra danış. Belə bir söz var. Ona görə də tövsiyə edərdim ki, ümumiyyətlə elə danışığını bilməyən insanları efirə buraxmasınlar. Sözə baxmayan da çoxdur və bunun üçün pis odur ki, hərənin əlində bir dənə televizor öz əlindədir, hələnin əlində bir ekran var. İstədiyi şeyi deyir və deyir, sonra düşünür. O da ki, haradasa biz ümumiyyətlə bu sənət hamı sənətlə qazanır. Amma eləmək lazımdır ki, sənin qazancın sənətə ziyan vurmasın.